Salam əziz müdavimlər. Deməli, bugünkü dərsimiz nisbət və tənasübə aid məsələ həlləridir. Məsələnin birazını həll eləmişəm, elə bilirəm qayda açmışam. Bu məsələ həm buraxılış siniflərinə, səhv elədim. Həm buraxılış siniflərinə, həm miqə düşən sual tiplərindəndir. Baxaq, demək bizə bir ədəd verir. Əgər tərs mütənasib hissələrə bölünübdür desə, bu qayda keçərsizdir. Amma adi mütənasib hissələrə bölünübsə və 2 hissəyə ayrılmışdır deyirsə, düzgündür, keçərlidir. Ədədimiz 70-dir. Deyir, 70 ədədi 5 və 9 kimi, yəni 5 və 9 kimi bölünüb. Bəzən yanına x də qoya bilərsiniz. 5x üstə gəl 9x bərabərdir 70 tənliyinə də çevirə bilərsiniz. Amma ən asandır. 5-in üstünə 9 gəlin, etsin 14. 70-i bölün 14, etsin 5. Yəni, hissələri götürürük, toplayırıq, ədədi bölürük hissələrin cəminə. Cavabımız etdi 5, amma bizdən cavab o deyil. Bu ədədlərdən böyüyünü soruşur. Nisbətdə böyük hansıdır? 9-dur da, düzdür. Demək, 9-u vuracaq 5-ə, 45. İkinci misalımız da bu tipdədir, əziz müdavimlər. Baxın, 60 ədədi 2, 3, 7 nisbətində bölünür. Az öncə dediyim qayda burada da keçərlidir. Əgər tərs mütənasib hissələrə ayrılmışdır, söz yoxdursa, yazırıq 2x, x qoya da bilərsiniz, qoymaya da 3x, 7x bərabərdir 60. 2 üstünə 3, 5 üstünə 7, 12. 12x bərabərdir 60, x də bərabərdir 60 bölək 12. Bərabərdir 5. Bu ədədlərdən kiçiyini tapın. Ən kiçik nisbətimiz 2 idi, doğrudurmu? 2 vurulsun 5 bərabərdir 10, B variantı. Sonra belə bir misalımız var. Deyir ki, A nisbət B nisbət C, 2 nisbət 3 nisbət 4 olarsa, A plus B bölək C minus B-ni tapın. Baxın, əziz müdavimlər, burada hər hərif özü ilə eyni sırada gələn ədəd nisbətində götürün. Yəni, bunu qısa yol kimi eləyirik. Ən qısa yol budur. Sizə vaxt qazandıracaq yol. A nisbət B nisbət C deyil. Yazırıq, A 2-dir, B 3-dür. C 4-dür. Çünki A birinci gəlir, birinci 2 gəlir, B ikinci gəlir, ikinci 3 gəlir, C üçüncü gəlir, üçüncü 4 gəlir. Gəlin yerinə qoyaq görək bizim irəli sürdüyümüz fərziyyə doğrudurmu? A plus B deyir. A'mız 2, B'miz 3. 2 üstə gəl 3. Bölünsün. C minus B deyir. C'miz 4, B'miz 3. 5 bölünsün 1. Yəni 2 üstü 3 gəlirəm 5, 5-i bölürəm 1-ə, eləyir 5. Doğrudur. Eyni qaydanı 4-cü tapşırıqda da yerinə yetirə bilərik. Necə? X-imiz nə olacaq? 3. Y-imiz nə olacaq? 4. Z-imiz nə olacaq? Z-imiz nə olacaq? 7. Yerinə qoyaq. 2 vurulsun 3. Etdi 6. 3y deyir. 2x üstə y-imiz 7-dir. 3 vur 7. Bu etdi 21. 4y, y-imiz 4-dür. Biz səhv getdik, bir dəqiqə, mən y-imiz burada da y-dir. Y-imiz 4-dür, 3-ü vurduq 4-ə, 12. Məxrəcdə 4y deyir, y-imiz 4-dür, 16. Üstə gələk, z-imiz nədir? 7-dir, 35. Deməli, 6 üstə gələk, 12, bu eləyir 18, bölək 51. Əziz müdavimlər, 18 ilə 51 də 3 ixtisar gedir. 18-i 3-ə bölürəm 6, 51-i 3-ə bölürəm 17. Demək, nə qaldır? 6 bölək 17 Y variantında cavabımız var. Görürsünüz, sadə üsulla yerinə qoyaraq o boyda misalı qısa formaya gətiririk. Baxın, 5, 6, 7, 8, 8 fərqlidir. Eyni qaydada gedəcəyik. Baxın. A, B-nin nisbəti 1-in 6-ya nisbətidir. Əgər A üstə gəl B, A üstə gəl B 28-dirsə, biz bu 1-6-nı A-nın B-nin yerinə qoysaq və 1 ilə 6-nın yerinə gəlin X qoyaq. A birinci gəlir birinciyə bərabərdir, B ikinci gəlir. Demək, A-mız X-dir, B-miz 6x-dir. Sıra ilə qoyuruq. Bayaq dediyim kimi, A birinci gəlir birinciyə, B ikinci gəlir ikinciyə. Sadə burada bizə cəm fərq verəndə, o yanına x qoyucu tənli kimi həll eləyə bilərsiniz. Demək, x üstə gələk 6x-im 28-dirsə, əziz müdavimlər, demək, 7x-im 28-dir,
1x-im 4-dür. Yenə deyirəm. Gəlsiz ki, müəllim, hardan aldınız, necə yazdınız? Baxın, əziz müdavimlər, bir də vurğulayıram sizin üçün. Əgər bizdə A, B verilibsə, A, B, C, D verilibsə, sonra sıralı rəqəmlər verilibsə, oradan tənasüblər A, B, C-lər sırayla birinci gələn hansısa ona, ikinci gələn hansısa ona bərabərdir. Az öncə etdiyimiz kimi. Burada niyə yanına dedim x qoyaraq yazdım? Burada bizə toplama çıxma, tənlik tipli verir. Vurma, bölmə yox, toplama çıxma. Vurma, bölmədə də eyni qaydanı eləyə bilərsiniz. A-nın yerinə 1x qoydum, B-nin yerinə 6x qoydum. 7x-im 28 isə 1x-im 4-dür. Demək, mənim x-im 4-dür. Deməli, onda A-m 4-dür. B-m 6 vur 4, yəni 24-dür. 24-dən də 4 çıxanda qalar 20. Bəs belə kəsir kimi olanda necə olacaq? Hər surətdəki öz məxrəzdəkinə bərabər kimi götürün. Yəni A 2x, B 3x, C 4x. Yerinə qoyaq yazaq. Gəlin, əzizlərim. A 2x. Qələmimiz söndü. A 2x, A təkdir, oldu 2x. Üstə gələk. B-miz 3x-dır. Burada 2B-dir. 1B-miz 3x-dır. 2B-miz 2 vuraq 3x-dır. Üstə gələk. C-miz 4-dür, burada 4C-dir. C-nin özü 4x-dir, 4 dənə də burada var. 4 vuraq 4x bərabərdir 120. 2x üstə gələk, 2 vur 3, 6x üstə gələk, 4 vur 4, 16x. 16-ın üstünə 2 gəlirəm, 18, onun da üstünə 6 gəlirəm, 24. 24x-imiz 120-dirsə, x-imiz də bərabərdir 120 bölə 24. Yəni 5. X-imiz 5-dir, əziz müdavimlər. A-nı soruşur bizdən. A-mız 2x idi axı. A 2x idi, düzdür? Biz x-i 5 almışıqsa, onda 2x ise 2 vur 5, yəni 10'dur. Bir balaca fərqlənir burada bu. Yəni bununla bu biraz fərqlidir. Əgər yan-yana olarsa, siz yanındakına bərabər götürün. Yəni A bərabərdir 3x, B niyə bu boyda oldu? A bərabər, A'nın yanında nə var? 3x, B'nin yanında 5 var. B bərabərdir 5x. Dağa daşa düşməyə uşaqlar ehtiyac yoxdur. Qısa, konkret yolla gedə bilərsiniz və ya belə də götürə bilərsiniz, əziz müdavimlər. A-nı çarpaz götürün. Çarpaz götürsəz, çox hallarda daha yaxşı həll verəcək sizə, həll yolu verəcək. Çarpaz götürmək nədir? A-nın çarpazında durub 5, daha doğrusu paralelində, B-nin paralelində durub 3. A-nı 5x götürün, B-ni 3x götürün. Gəl A-nın yerinə 5x qoyaq. 5x üstə gəl 3x bərabərdir 40. Çünki A plus B 40'dır. A'nın yerinə 5x qoydum. Bax A buradadır. Öz paralelini götürdüm. Tənasüb kimi B paralelini götürdüm. 8x 40. 1x'imiz 5. 1x'imiz 5'dirsə, demək bu 40'dır. 8 vur 5. Bu da 3 vur 5. Bu da 15'dir. Məndən də A minus B'ni soruşur. Gəlin tapaq. A'mız oldu 40. B'miz oldu 15. 40'dan da 15 çıxanda qalır 25. Yenə burada da eyni kimi paralel götürəcəksiniz. x4. Burada da x'imiz olacaq 4. y'imiz olacaq 3. Gəlin yerinə qoyaq. 2 vur 4 eləyir 8. 3 vur 3 çıxılsın 9 bölünsün. X'imiz 4 idi. 4 üstə gələk. Y'imiz 3 idi. 6. Mənfi 1 bölək 10. Mənfi 1'i də 10'a böləndə mənfi 0,1 qalır. Əziz müdavimlər, burada 9'dur, 10'dur, eyni tiplidir deyə bir də sizin vaxtınızı bundan almaq istəmirəm. Videoda sizin üçün sıxıcı və darıxdırıcı olsun istəmirəm. Gəlin mütənasiblik qaydalarına baxaq. Bax, bizə belə bir misal verib. Baxın. Bizə bir bərabər olan ədəd verib, qarşısına da bir nisbət verib. Unutmayın. Bir dəfəlik bu sizə başa salacağım, həmişəlik yadınızda qalsın. Bax, n ilə tərs.
PK ilə tərs. AM N ilə düz. APK ilə tərs. Baxın. Kəsrin bərabərliyi ədədin surəti ilə düz, məxrəci ilə həmişə tərs mütənasibdə olur. Deyir ki, aşağıdakilərdən hansı düz mütənasibdir? AM ilə düzdür. Baxın, görürsünüz, AM ilə var, amma AN ilə yoxdur. PK ilə tərsdir. AP ilə tərsdir. MN ilə tərsdir. AK ilə tərsdir. Yəni, məxrəcdə duranlar bərabərliyin qarşısındakı ədədlə həmişə tərsdir. Surətdə duranlar həmişə düzdür. Amma surətdə duranlar, məxrəcdə duranlar əgər 2 hərf və ya 2 rəqəm verirsə, bir-birləri ilə tərsdir. Baxın, indi bizdən tərs mütənasibi soruşur. Pramoy AB ilə AC ilə düzdür. Görürsünüz, AB ilə AC ilə. Ondan sonra CD ilə BD ilə. Bir də sizə bir söz deyim. Surətdə duranla məxrəcdə duran da bir-biri ilə düz mütənasibi olur. Yəni, eyni qədər biri artanda birisi artır, azalır. Demək, çünki kəsin surətlə məxrəci eyni ədədə vurduqda və böldükdə kəsin qiymət dəyişmir deyə. Bu da getdi mi? Nə qaldı? A, D ilə. Gördünüz? Bu da yenə az öncə izah elədiyim test nümunəsinə aiddir. Görək, burada bizim başqa testimiz olmalıdır. İmtina edin. İki dənə eyni şeydir. Aha. Deməli, burada amma axırlarda fərqli misallar var imiş. Qoyun, mən onu sizə izah eləyim, sonra yekunlayaq bu videonu. Ən sonda bir fərqlisi var. Deyir ki, uşaqlar, bu tənasübdə x-i tapın. X-i tapmaq üçün bizim tənasübün qızıl qaydası deyilən bir qaydamız var. Belə verilən tənasübdə orta hədlər bir-birinə vurulmalıdır. Kənarda duran ədədlər də bir-birinə vurulmalıdır. Yəni, tənasübün əsas qaydasına görə orta hədlərin hasili kənar hədlərin hasilinə bərabər olmalıdır. Baxırıq, orta hədlərimiz hansıdır? 16 ilə 3 ortada dayanıblar. Kənar hədlərimiz hansıdır? X ilə 4 kənarda dayanıblar. Demək, 4x-imiz bərabərdir 48-ə, 16-nı 3-ə vurdum. 1x-imiz də bərabərdir 48 bölək 4, yəni 12-yə. Baxaq görək, cavablarımızın içində 12 var, əlbəttə ki var. Baxın. Başqa burada fərqli. Prosto bizim testimiz 2 ədəd idi. Qoyun bir dəqiqə görüm o birisi testimiz. Mən hər dəfə eyni testimi göndərmişəm. Aha. Eyni testi göndərmişəm, eybi yoxdur. Mövzumuz bura qədər. Yenə əlavə çəkəcəm tənasübə aid. Sadəcə 15-14 sualdan ibarət qalmayacaq. Buna aid çox videolar olacaq. Və tənasübə aid kanalımda tənasüb nisbət dərsinin içində olan iş məsələləri, yaş məsələləri də var. Ona görə bu dərsə biraz qısa vaxt ayıra bilərik. Növbəti mövzunun hansını olmaq istəyirsinizsə, əziz miqçilər və abituriyentlər, rəylərdə bildirə bilərsiniz.